Hə, Natiq Cəfərli sözüm yarımçıq qaldı. Natiq Cəfərli deyir ki, Natiq Cəfərli İnqilab eləmək üçün birinci pul lazımdır, ikinci inteqrasiya. Buradan Natiq Cəfərliyə deyirəm. Natiq Cəfərliyə deyirəm. İnqilab eləmək üçün deyirsən birinci pul lazımdır, ikinci inteqrasiya lazımdır və dalınla deyirsən ki, siyasi fəalların heç biri inteqrasiya eləməyib. Siyasi fəalların heç biri inteqrasiya eləməyibdir. Buradan Natiq Cəfərliyə deyirəm, bəli, pul qismini biraz düz deyirsən. Bəzi inqilablar var ki, o puldan başa gəlir. Məsələn, Nepaldakı inqilab xalqın iradəsindən oldu. Bəzi inqilablar da var, məsələn, Ukrayna inqilabı puldan oldu. Azərbaycanlılar ilə pul paylayırdı. Bax, Kamaz dayanırdı. O Maksud da orada olub pul paylayanların içində, başqaları da olubdu. Pulları belə paylayırdılar meydanda insanlara. Ona görə devirdilər, gəldi bu şey. Hər neysə. Deyələmədən, inqilab, o inqilablar ki puldan olur, puldan. O tez bazar olur. Məsələn, tez bazar. Deyək ki, Paşinyan kimi. Paşinyan kimi. Bir aya, 15 günə, uzağı ay, yarıma, 2 aya. Amma o inqilablar ki aylarla çəkir, orada deməli pul azdır. Pul azdır deyə əksər vaxt elə olur. Bəli, məsələn, inteqrasiyanın özü ilə puldan asılıdır. İnteqrasiyanın özü puldan asılıdır. Bax, mən buradan Natiq Cəfərliyə deyirəm. Ay Natiq Cəfərli, çıxırsan efirə, götürlə quru dəzirsən. 4 dənə məktəb oxuyubsan, 5 dənə məktəb oxuyubsan, nə bilim, nə oxuyubsan. Ya çox oxuyan çox bilmir, çox gəzən, çox kollektivdən, rəhbər vəzifələrdə olan, çox gəzən, çox bilir. Dünya görüşü çox olan. Sən oturub institut oxuyubla bir dənə, 2 dənə ixtisasın var, bir dənə normal diplomun var, mən falan yeri tutarmışam. Nətər inteqrasiya eləyək? Sən bizə de görək, nətər inteqrasiya eləyək? Lazım olan blogerlər, lazım olan yerdə bir təri iş tapıb işləyirlər. Nətər inteqrasiya eləyim? Bax, biri mən. Ay Natiq Cəfərli, nətər inteqrasiya eləyim? Mənə bu inteqrasiyanın yolunu göstər, mən eləyim. Mən qoruma altındayım. Zaman killerlər gələndə düymə basılandı Avropada. Hər tərəfim kriminal polis olur. 6 ay, haçana qədər. Nəzarətim gücləndirilir, ümumiyyətcə heç çıxa bilmirəm. Nətər inteqrasiya? İnteqrasiya o deməkdir ki, sənin yaxşı bilə vəziyyətin yaxşı olur, dil öyrənirsən və daimi işləyirsən yuxarılarla, nə bilim, haradasa, necə deyərlər, fəhlə işləyirsən. Almaniya deyilədir ki, bilirsiniz də, tutaq ki, inteqrasiya elədim, dil öyrəndim. Oldu mənim B1-im, lap oldu B2. B1 problemi yoxdur, B2 istəsəm imtihan verir, 1 aya, 2 aya alar. Deyək ki, oldu B2. B2 oldu. Lap C1 oldu. Nə inteqrasiya eləyəcək Natiq Cəfərli? Bizim yerimiz haradır? Uzaqbaşı mühafizə işləyə bilərik haradasa. Ya haradasa, nə bilim, müəllim işləyə bilərik, müəllim köməkçisi. Bax, o da gedirsən oradan çıxa bilmirsən ümumiyyətcə. Mənim lap B1-im oldu. Mən necə inteqrasiya eləyə bilərəm? Mən necə təhlükəsizliyimi mənim təmin eləyə bilərlər ki, mən gedim hər gün aşpada oturum. Necə də getmək istəmişəm Avropa şor, təhlükəsizliyim təmin edilmir. Alman polisi deyir, təhlükədir. Şəhərini tərk eləmək olmaz. Nə deyim, indi bu hökumətin qanunlarına tapdalayaq gedək, hansısa ölkələrdə Avropa Şurasının toplantılarına, nə bilim, qatılaq. Necə qatılaq? Denən də, bax, denən. Düz əməlli təhsil ala bilmirik. Heç arada işləyə bilmirik. Sosiallaşa bilmirik. İlham Əliyevin killerləri 4 gözdən izləyirlər. Əlimiz, Natiq Cəfərli, mən Ermənistanla savaşanda qarşı tərəfə keçirdim, qarşı tərəfə. Heç vaxt əlim tətikdə keçməmişəm, avtomat çiynimdə keçmişəm. Ya snayper. Amma Almaniyada Putin kimi yeriyirəm. Putin kimi yeriyirəm. Mən yəqin ki, Azərbaycanlılar olub da görüblər.
o qədər əlim hardadısa bir əlimi məcburam. Yeriyəndə də görürüm ki, Putin kimi yeriyirəm. Bir əlimi çox işlədə bilmirəm. Əlimi cibimdən ya sumkamdan çıxardanda. Nətər inteqrasiya olub? Sən demən olmayın Natiq Cəfərli. Pul düz deyirsən, hə, pul yaxşı şeydir. Pul olsa, hər şeyə qatılmaq olar, bax, pulum olsa təşkilatı tez yaradardım, bundan qabaq yaradardım pulum olsaydı. Biraz, baxın, bu hadisə onun dalını tamamlayır. Bu məhkəmə onun məhkəmənin dalına. Ay Natiq Cəfərli, 3 il ərzində 30-dan çox dəfə Azərbaycan devlət səviyyəsində məni istəyib, 30-dan çox. 28 məhkəmə qaytarılıbdır. 12 dənə də məhkəməni udmuşam, ən aşağısı hələ yadımda qalan 12 dənə məhkəməni udmuşam. Necə inteqrasiya eləyim mən? 3 ildə bir köynək geyin, 3 ildə bir, 4 ildə bir köynəyi dəyişirəm. Necə deyim, artıq pulum 1 euro belə artıq xərcləyə bilmirəm mən, yəni lazımsız. Necə inteqrasiya olum? Sən demən inteqrasiya olum. Bu məhkəmə qutararaq ayda bir məhkəmə, ayda 2 dənə məhkəmə, hamısı pul, tərcüməsini oradan gətir, onu buradan gətir, bura pul, ora pul, maşın xarab oldu, bu belə oldu. Çivinimizi zorla qovalayırıq. Sərbəst gəzə bilmirik. Sərbəst bir yerdə işləyə bilmirik. İlham Əliyevin killerlərin əlindən. Onu bax, o bir şəhərdə yoldaşım işləyirdi. 2 dəfə işləyib Türk marketdə. Birbaşa çatda yazdılar. Mənə yazdılar ki, yoldaşım Türk marketdə işləyir. Özdə o adamlar hamısı araşdırılır ha. Bilirəm, onu yazanlar Almanya. Sırası polis, biz danışırıq, burada polis bizi izləyir. Bu dəqiqə biz danışırıq, bizi polis izləyir və mənə görə devlət pul ayırır. Ən yüksək təbəqə polislər məni izləyir. Kiməsən yazır, məni təhdid edir, mənim nömrələrim avtomatik oradadır. Və burada yazır, məni izləyirlər. Yəni, Natiq Cəfərli, avazın yaxşı gəlir, oxuduğun Quran olsa. Sən inteqrasiya ola bilərsən, sən çünki heç kimin hədəfində deyilsən. Sən heç kimin hədəfində deyilsən, sənin heç bir ilkin və sonraki hücum istiqaməti hədəflərin yoxdur. Sən sadəcə ağıl verirsən, ağıl verə bilirsən. O ağıla da ehtiyacımız yoxdur. Nəyə görə? Deyir ki, ağılı o adama verərlər ki, o heç nə görməyib, o heç nə eşitməyib, o heç nə, o sadəcə ağıl verəsən ona, bizim praktiki bizi hər cürə miniblər. Daha tərsinə miniblər, düzünə miniblər, cüt miniblər. Bizi daha bir praktiki həyatda bizim anamızı ağladıblar. Bizim praktiki həyatda bizi elə günə salıblar ki, daha bizim metodika bizə girmir. Biz hamısı praktikada yemişik onu. Başına gələn başmaqçı olar. Hamı oturub ağıl verir, hamı oturub ağıl verir, ağıl verir. Bu xalqa ağıl vermək lazım deyil ki. Bu xalqa ağıl vermək lazım deyil. Bu xalqa yaxşı gələcək vəd eləyib, gələcək planlarını açıqlayaraq, özünü sevdirərək, sərt mübarizə apararaq, sərt mövqeyi ortaya qoyaraq, xalqı arxana alaraq, hökuməti devirməlisin. Mən heç siyasətdə yox idim, Natiq Cəfərli danışırdı. Mən siyasətdə yox idim, Natiq Cəfərli danışırdı. Yenə o vaxtda danışanda Natiq Cəfərliyə bir 50 adam baxırdı. İndi Natiq Cəfərli danışır, 12 adam baxır, 12 adam. Odur. O birisi Natiq var, bir dənə Natiq var şeydə o, Real Partiyasının rəisin arvadından şeyləyən. O da gözəl danışır. Aman olsun, Cağırda Mehriban yaxşı adamdır, deyir Mehribanla irəli. Mehriban prezident olsa İlhamdan yaxşı xidmət eləyər xalqa deyir, Mehriban prezident olsa. İlqar Məmmədov o da yaxşı danışır. İsa Qəmbər də yaxşı danışır. Bizim anamızı kim donmaltdır? Bizim anamız niyə qayrılmaqdan belə əyaqları dolaşır bir-birinə? Paçasara, çatra qılçalı yeriyir. Niyə?
Çünki danışa-danışa anamızı ağlatdılar. Danışa-danışa ağzımızı elədilər. Danışa-danışa bu xalqın pomidor satanı Varabskoy söhbət edir. Bu xalqın petoğu, tolik, pragon verir. Bu xalq dünyada ən hörmətli ingilislər dünyanı idarə edən ən hörmətli adama Jack adı verir. Biz itimizə Jack adı veririk. Biz bilmirik, biz hər şeyi bilirik. Hər şeyi bilirik. Sadəcə cəsarətli lider lazımdır ki, özünü tanıtırsın, sevdirsin, xalq arxasına devirsin bu it köpək uşağını devirsin. Vəssalam.